Larımız ziyarət barəsində Allahın iznindən qısa da olsa öz fikrinizi zəhmət olmasa bizlərə bildirin. Sizin fikriniz bizi üçün önəmlidir. Allah ziyarətlərinizi qəbul eləsin inşallah. Ya Allah, buyur əziz qardaşım. Çox sağ olun, mən də sizə Uğur Travelə təşəkkür edirəm. Allah İmam Rıza ağanın hörmətinə xatir sizləri bu yolda görməsin. Amin. Bu xidmətlərimizin əcrini, savabını versin sizə. Amin inşallah. İnşallah növbətdə və sizlərlə bir yerdə Kərbalaya, Ümrəyə getməyi bizlərə nəsib etsin. Amin inşallah. Sağ olun, təşəkkür edirəm. Ziyarətimiz, xidmətimiz Çox razıyam, Allah da sizdən razı olsun. Amin Təşəkkür edirəm. Allah razı olsun, sizdən çox razıyıq. İnşallah ərbəylə də bir yerdə gəlir. İnşallah. Buyur dayı. Çox sağ olun bizə söz verdiyiniz üçün. Allah bu ziyarətimizi qəbul eləsin. Bu böyük bir səfərdir. Allah bütün bu səfərdə olanların, hər kəsin, bütün ziyarətlərin qəbul eləsin inşallah. O cümlədən bizim də bu ziyarətlərimizi Allah qəbul eləsin. Və sizin kimi gözəl bir insanlarla yoldaşlıq eləmək əlbəttə bütün çox xoş oldu. Burada bizim rəhbərimiz Ünsal qardaşımıza təşəkkür edirik və sizlərə, o cümlədən iştirakçılara, hər birinizə minnətdar o təşəkkür edirik ki, Allah Taala bizlərə inşallah gələcək ziyarətləri də qismət eləsin. Çox sağ olun, var olun. Həmişə Allah Taala bizim bu ziyarətlərimizi qəbul eləsin. Çox razıyıq. Çox sağ olun. Allah qəbul eləsin. Əla, çox gözəl, super. Allah qəbul eləsin. Hər şey çox gözəldir, çox yaxşıdır. Allah sizdən də razı olsun. Minnətdar. Allah bütün bazı qardaşlarına ziyarətlərinə ali dərəcədə qəbul etsin inşallah. Allah bütün həsrətində olanlara Həcc, Kərbəla, Məşhəd ziyarətini qismət eləsin. Yəni, başqa ziyarətlərdə mən başqa turlarla olmuşam, amma beləsinə, yəni, sevinclə Həcc hissəli keçirməmişəm də. Allah sizdən razı olsun. Belə bir gözəl şəkildə təşkil edəcəyiniz bu ziyarətləri. Ədalət qardaşına, Ramin qardaşına, sonra Vüsal qardaşına hamısına öz təşəkkürümü, minnətlarımı bildirirəm. Özüm hazır Davud qardaşımıza təşəkkür edirəm bu ziyarətləri əla dərəcədə təşkil elədiyinə. Allah sizə can sağlığı versin, Allah sizə gözəl ömür bəxş eləsin. Allah səni inşallah da ədalət qarşısında tezliklə sevindirsin. Sənin üçün biz dualarımızı edirik. İnşallah ki, bu duaların bir nəticəsi olar Allah'ın. Allah sizə gözəl ömür bərəkət nəsib etsin. Teşekkür ederim.